Salam, hörmətli yoldaşlar, dəyərli kanal izləyiciləri. DİM-in 20 variant sınaq imtahanı kitabından 3-cü sınaq imtahanının suallarını izah etməyə çalışacağım. Gördüyünüz kimi bu sınaqda mövzu modelləşdirmə bölməsinə aiddir və belə ki, başlaya bilərik. İlk sual bu şəkildədir. Qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edin. Burada görürük ki, A, B, C, D təpələri var və bunları burada qeyd edirəm. A, B, C və D. Bunu yazıram. Və baxırıq, A-nın A-nın əlaqəsi var. Yəni A-dan A-ya bir ilgək var. Bunu burada qeyd elədik. Sonra A-dan B-yə, A-dan C-yə və A-dan D-yə əlaqə var. Bunu yazdıq. Sonra B-dən B A-dan C-lə əlaqəlidir. B A-dan xətti çəkmişik artıq və C-lə əlaqəlidir. C A-la C-lə A-la əlaqəlidir və yenə də burada da ilgək var. Və D-lə B-lə B-yə var artıq və D-yə də çəkdik. D isə A-la C-lə artıq çəkilmiş oldu. Və bizdən soruşur tillərin sayını. Baxsaq 1, 2, 3, 4, 5 və bura 6 və bura 7. Doğru cavab B bəndi. İkinci sual. A təpəsindən C təpəsinə, Y təpəsindən keçməklə gedən müxtəlif yolların sayını müəyyən edin. Yəni A-dan C-yə gedəcək, buradan bura gedəcək, amma Y-dən keçməklə. Belə baxdığımız anda Y-dən keçməyənləri silə bilərik. Baxırıq ki, buradan B-dən C-yə birbaşa var, yəni Y-dən keçmir, bunu silə bilərik. Bu xətti saymayaq, bizi çaşdırmasın. Və eyni zamanda C-dən D-yə gedir və Y-yə gəlməyən bu xətt var. Bunu da buradan silə bilərik. Bunu sildik. Sonra digərləri artıq Y-inki buradan keçmiş olur və bu şəkildə başlayıb yaza bilərik. Deməli, demişdik ki, əgər başlanğıc olaraq A-nı götürürsə, ilk olaraq hər birinə 1 yazırdıq. 1 yazırıq, 1 yazırıq və 1 yazırıq. A-dan çıxanlara 1 yazırıq. Bundan sonra təpəyə neçə xətt gəlirsə, o qədər də çıxışda yazırıq. B-yə 1 gəlir, 1 yazdıq. B-dən başqa xətt onu artıq silmişik. C-yə artıq 2 gəlib. 1, 1, 2. 2 yazırıq. Və buradan baxırıq ki, Y-yə 3 gəlib. 2, 1, 3 edir. Y-dən bütün çıxışları 3 yaza bilərik. Eyni zamanda D-yə də 3 gəlir. D-dən çıxanlara da 3 yazırıq. Və F-ə gələnlərə də 3 yazırıq. Və ən nəhayət F-dən çıxanlara 6 yazırıq. Və hər biri bir yerdə 6, 6, 12 cavabını almış oluruq ikinci sualda. Üçüncü sualda 1, 3 və 5 rəqəmlərdən təşkil olmuş bütün 3 rəqəmli ədədlər ağac modeli ilə ifadə olunarsa, bu modelin sonuncu səviyyəsində olan təpələrin sayını müəyyən edin. Nəzərə almalıyıq ki, 1 və 3 rəqəmləri təkrarlanmır. Deməli 1, 3, 5. Və 1 və 3-ü təkrarlaya bilmərik. O zaman belə yaza bilərik. Bura 3 yaza bilərik ya da 5 yaza bilərik. Digər halda bura 5 yaza bilərik. 5-dən isə 3 çıxa bilər və 5 çıxa bilər. Yəni 5 təkrarlana bilər, 1 və 3 isə təkrarlanmayacaq. Eyni qayda burada da o şəkildə olacaq. Yəni say hesabının baxımından deyirəm. Burada 1, 5 yazsaq, təkcə burada 5 olacaq. Burada 1 ola bilər, 5 ola bilər. Amma 5-də isə biraz fərqli olacaq. 1 ola bilər, 3 ola bilər və 5 ola bilər. Burada 3 ola bilər, 5 ola bilər. Burada 1 ola bilər, 5 ola bilər. Burada isə 1 də, 3 də, 5 də ola bilər. Baxsaq 3, 3. 6 dənə burada edir. 3, 4, 7 dənə də burada edir. 7, 3, 3 bu şəkildə saysaq 13 dənə olmuş oldu və bunu seçdik. Cavab C bəndi. Dördüncü sual. Bir qraf modelinin qonşuluq siyahısını müəyyən edin. Burada qonşuluq siyahısı, yəni hansı təpə hansı ilə əlaqəlidir, bunu tapmamız lazımdır. İlk başda baxırıq. A-dan 3 xətt çıxır. Biri B, biri Y, biri C. A deməli əlaqəli olmalıdır B ilə, C ilə və Y ilə. Burada elədir, D-də də elədir və hər birində bu hal nəzərə alınıb. Demək ki, bu bizə cavab tapmağa hələ ki kömək edə bilmədi. B baxırıq. B ilə əlaqəlidir. B-də 4 dənə çıxış var. A ilə, C ilə, D ilə, Y ilə əlaqəlidir. Artıq bunu silə bilərik. Gördüyümüz kimi burada 3 dənədir. A, C, D, Y, A, C, Y. Üçüncüyə baxırıq. Deməli B-yə də baxdıq. C halına baxırıq. C A ilə, B ilə, F ilə, D ilə. 4 dənə əlaqə var. A, bir dəqiqə bir yenə baxaq. A, B, D, F. A, B, D, F, A, B, D, F, A, F, D, B, A, B, D, F. Burada da hər biri doğrudur. Keçirik. Digər hala baxaq. Y-yə baxaq. Y-də baxdığımız anda Y-dən də 4 çıxış var. Y, B ilə əlaqəlidir. A ilə. Yəni A, B, D və F.
Y, A, B, D, F ilə əlaqəlidir. Burada C var. Daha doğrusu A, B, F var. Biri yoxdur. Burada da həmçinin bunu silə bilərik. Burada da həmçinin bunu silə bilərik. Artıq biz cavabı tapa bildik. Bir dənə A variantı qaldı. İstəsəniz digərini də yoxlaya bilərik. D, C ilə, B ilə, Y ilə əlaqəlidir. Doğrudur. Y, A ilə, B ilə, D ilə, F ilə əlaqəlidir. Y-yə baxdıq və F də C ilə və Y ilə əlaqəlidir. Gördüyünüz kimi iki tillə əlaqəli olmuş olub. Keçirik 5-ci suala. Verilmiş qonşuluq matrisinə uyğun qrafı müəyyən edin. Bu qonşuluq matrisidir. 1 və 0-larla ifadə olunub. 1 varsa əlaqə var, 0 varsa əlaqə yoxdur deməkdir. A-nın B ilə və D ilə əlaqəli olduğu hallara baxaq. A-nın B ilə, D ilə. Burada F ilə əlaqəli silə bilərik. Burada da həmçinin F ilə əlaqəli silə bilərik. A, B ilə, D ilə, B ilə, D ilə və B ilə, D ilə. Diğer üçü də düz gəlir. Yenə bura baxırıq. B, baxırıq ki, A ilə, C ilə və D ilə əlaqəlidir. B, A, C, D ilə əlaqəlidir. B, A ilə, C ilə, D ilə, burada F ilə də əlaqəlidir. Bunu silə bilərik. Qalır bu şəkildə. Baxırıq B, A ilə, C ilə, D ilə, F ilə. Bir dəqiqə. Burada, üzr istəyirəm. F ilə də əlaqəli olduğu qeyd olunub. B, A, C, D, F ilə. 4 ilə əlaqəlidir. O zaman bu doğrudur. Bunu hələ ki silə bilmərik. B-nin A ilə, D ilə, F ilə, C ilə əlaqəli olduğunu görürük. B-nin A ilə, D ilə, F ilə, C ilə, B, A ilə, burada D ilə əlaqəli deyil. Bunu silirik və keçirik. C əlaqəlidir B ilə və Y ilə. Baxırıq. C, B və Y ilə əlaqəlidirmi? C burada B ilə, D ilə əlaqəlidir. Bunu silirik. C, B ilə, Y ilə elə doğru cavab A bəndi oldu. 6-cı sualda. A, B, C, D, Y, F təpələrindən ibarət qraf verilib. Bu qrafın çəki matrisində təpələr 1, 2, 3, 4, 5, 6 rəqəmləri ilə işarələnmişdir. Qrafdakı hansı təpənin hansı rəqəmlə ifadə olunduğu öncədən məlum deyil. Bunu təyin edərək A təpəsindən Y təpəsinə ən qısa yolun uzunluğunu müəyyən edin. Deməli, bizə lazımdır ki, buradan bura olan məsafəni tapacağıq. Hətta ən qısa yolun uzunluğunu tapacağıq. Burada baxmalıyıq ki, necə edəcək. Yəni, buradakı təpələr hərflərlə işarə olub, amma cədvəldə bu rəqəmlərlə ifadə olunub. Biz bilməliyik ki, A və Y hansı rəqəmlərlə əvəz olunub. Deməli, ilk olaraq burada belə baxırıq ki, ən çox əlaqəli olan və ya da ki, ən az əlaqəli olanlara ilk öncə baxırıq. Yəni, fərqli olanı tapmağa çalışırıq. Burada F təkdir ki, bir dənəsi ilə əlaqəlidir. Baxaq görək, tək bir dənə əlaqəsi ilə olan hardadır. Burada görürük ki, 3 əlaqə var, 2 var, 4 var və 4-ə baxdığımız anda görürük ki, sadəcə 4, 5 ilə əlaqəlidir. Deməli, F 4-dür ki, 5 ilə əlaqəli olub. İndi baxırıq. C, yəni 5 4 dənəsi ilə əlaqəlidir. Başqa 4 dənə əlaqəli olan elə A var. Deməli, əgər 2 dənə 4 dənə əlaqəli olan varsa, digəri A-dır. Baxaq görə rəqəmlə hansı ifadə olunub. 5-i artıq yazdıqsa, digər 4 dənə əlaqəli olan 3-dür. Və buradan tapırıq ki, A 3-dür. İndi yalnız 3 ilə 5 ilə əlaqəli olanı tapa bilərik. Yalnız 3 ilə və 5 ilə əlaqəli olan. Bura baxdığımız anda 1-i seçə bilmirik, çünki 6 ilə əlaqəlidir. Görürük burada 2-ni. Yalnız 3 ilə və 5 ilə əlaqəlidir. Deməli, bura Y 2-dir. Yəni, bizə lazımdır ki, 3-dən 2-yə getmək üçün ən qısa yol. 3-dən 2-yə. 3-dən 2-yə getmək istəsək, birbaşa yol varmı? Var. Amma bu o demək deyil ki, birbaşa yol varsa, ən qısa yol budur. Bunu deyə bilmərik. Amma hələ ki, buradan baxırıq ki, 3-dən 2-yə 25-i tapdıq. O zaman 27-ni silə bilərik, çünki 25 onsuz da 27-dən kiçikdir deyə. Sonra növbəti addımda biz necə gedə bilərik? 3-dən 5-ə gedə bilərik. 3-dən 5-ə gedə bilərik. 5-dən 2-yə gedə bilərik. 15, 12. Bu 27 edir. Bu halı yoxlamayaq. Bu çünki çox böyük etdi. Bizə ən qısa lazım. Ən azı 25-dən kiçik olanlar lazımdır. 3-dən biz gedə bilərik 1-ə. 1-dən 5-ə gedə bilərik. Və ya da 6-ya gedə bilərik. Hələ ki 5-ə gedək. 5-dən bura getdiyimiz anda, 2-yə getdiyimiz anda neçə olur? 6, 4, 12. Yəni 22 aldıq. 22 aldıqsa bunları silə bilərik. Qalırıq 20 cavabı varmı deyə baxmalıyıq. 3-dən 6-ya gəlsək, 3-dən 6-ya gəlsək 10 edir. 6-dan birbaşa gedə bilmirik. 6-dan 1-ə gəlib 1-dən yox, bunu saya bilməyəcəyik. Sonra digər hal hansıdır? 3-dən 5-ə gəlib 15 edirdi. 5-dən başqa neçə yola gedə bilərik? 5-dən 2-yə gedə bilərik. 5-dən 3-ə gedib yenə geriyə qayıtmağa ehtiyac yoxdur. Elə doğru cavab 22-dir. Burada seçdik.
Yəni 22-dən kiçik 20 cavabı olanı görə bilmədik. 7-ci sual. Qrafda dövrələrin sayını müəyyən edin. Bu kimi sualda diqqətli olmaq lazımdır. Mümkün mərtəbə bir qədər qrafı sadələşdirə bilərik. Bunu gəlin belə çəkək, daha yaxşı bizim üçün aydın olsun. C buradadır. C-ni biz bura gətirə bilərik. C-ni bura gətirsək, baxırıq ki, C ilə əlaqəli olan F-dir və bir də Y-dir. Bunu gətirdik bura. Artıq bu xətti silək. Bunu silirik, bizi çaşdırmasın. Bunu silirik. Yəni, bu şəkildə təsvir edilədik. Belə olanda düşünürəm ki, daha aydın, daha rahat bu cavabı tapa bilərik. Deməli, buradakı əlaqələrə baxsaq, birinci növbədə bunu seçirik. A-dan Y-yə, C-yə, F-ə və bura qayıdır. İstəsək bunu burada yaza bilərik. A, Y, C, F və A. Bir qayda budur. İkinci budur. A'dır, F'dir, A'dır, F'dir, D'dir, A'dır. Bunu çəkdik. Yəni, baxın, bunu dövrə. Üçüncü A, D, B'dir. A, D, B'dir. Bunu çəkdik. Şimdi bunları silək. Davam edək. Dördüncü hal budur. Bura gələrik. Buradan bura qaytarıq. Yəni olacaq A, Y, C, F, D, A. A'ya qayıtdıq. Beşinci hal budur. Bunu yazırıq buradan. Bunu da yazırıqsa A, F, D, B, A-nı yazırıq. Və 6-cı hal necə yaza bilərik? Buradan gəlirik. Bura. Bu şəkildə gəlirik. Deməli A, Y, C, F, D, B, A seçmiş ola bilərik. Deməli buradan görürük ki 1, 2, 3, 4, 5, 6 hal var. Başqa hal qalmadı. Doğru cavab Y bəndi. 8-ci sual. A təpəsindən F təpəsinə, D təpəsindən keçməyən müxtəlif yolların sayını müəyyən edin. Deməli, burada baxacağıq ki, D təpəsindən keçməyənləri tapmağımız lazımdır. D təpəsindən keçməyənlərə də necə baxacağıq? İlk öncə, az öncə buna bənzər sual var idi. İndi bizə buradan daha aydın olması üçün yazacağıq. Deməli, D təpəsindən keçməyən. Bizə lazım ki, D-yə gələnləri silək. Keçməyənlər lazım. D-yə gələnləri siliriksə, o zaman D-dən çıxanları da silirik. Bu şəkildə bunu da sildik və eyni zamanda buradan bunu da sildik. Düşünürəm ki, artıq başlaya bilər. İndi A-dan keçənlər, A-dan F-ə gedirik. F-ə gedirik buradan. 1 yazırıq. B-yə, A-dan D-yə çıxana da 1 yazırıq. B-yə 1 gəldisə 1 çıxır. C-yə B-dən 1 gəlir. C-dən də 1 çıxır. C-dən də 1 çıxır. Y-yə 3 gəldi. 3 çıxdı. B-dən də 1-i bura 1 gəlmişdi. 3, 1 və bir də C-dən 1 gəldi. 5, 3, 1, 4, 5. 8-ci sualda doğru cavab A bəndi. Proqram yalnız 2-yə vurma və 3 vahid çıxma əməllərini yerinə yetirir. 7 ədədindən 20 ədədini almaq üçün proqram ən az neçə əmri yerinə yetirməlidir? Bu sualda əslində bir qədər diqqətli olmaq lazımdır. Çünki anında həmin o ardıcıllığı bilməyə bilərik. İndi deyək ki, 7 ədədindən 20 alırıq. Əgər biz 7-ni 2-yə vursaq, deyək ki, birinci vurma işini görürük. 7-ni 2-yə vursaq 14 olacaq. 14-dən 3 çıxsaq 11 eləyəcək. 2-yə vurmağımız yenə də bizə imkan verməyəcək. 14-ü 2-yə vursaq 28. 28-dən 3 çıxsaq 25 eləyir. Bir dəfə də 3 çıxsaq 20 2 edir. Yenə də olmur. 3 çıxsa olmayacaq. 2-yə vursa bu uzana bilər. Gəlin digər qayda ilə baxmış olaq. Deməli birinci 7-dən 3 çıxsaq, 7-dən 3 çıxsaq 4 edir. 4-ü 2-yə vursaq, deməli burada çıxma işi gördük. 2-yə vurduq 8 elədi, vurma işi gördük. Və yenidən 3 çıxsaq 5 qalacaq. Çıxma işi gördük. 5-i 2-yə vursaq 10 alınacaq. Və onu da 2-yə vursaq 20-ni alacağıq artıq biz. Deməli biz 7 ədədindən 20 almaq üçün 1, 2, 3, 4, 5. 5 iş gördü, əmr yerinə yetirdik. Ya da onsuz da 5-dən kiçik olan ifadə də yoxdur deyə doğru cavab bunu seçə bilərik. Keçirik 10-cu suala. 10-cu sualda nədir? Çəkili qrafda A təpəsindən K təpəsinə gedən ən qısa yolu müəyyən edin. A təpəsindən K təpəsinə gedən. Bunu əslində tək-tək yazmaq olar. Yəni bu şəkildə yazacağıq. A-dan biz
hara gedə bilərik? Baxırıq ki, buradan A-dan gedə bilərik. D-yə, A-dan gedə bilərik. C-yə, A-dan gedə bilərik. B-yə. Sonra digərlərini bir-bir yoxlayıb və o şəkildə daha əmin ola bilərik ki, doğru cavabı aldıq. Amma yenə də burada baxsaq bu şəkildə A-dan B-yə gəlsək, B-dən C-yə gəlsək 13, 13-ün də C-dən də K-ya gəlsək 17 eləyəcək. Deyək ki, hələ ki 17-ni almışıq. A-dan C-yə gəlib C-dən K-ya geçsək 16 eləyəcək. O zaman bunu silə bilərik. Davamında A-dan D-yə gəlib D-dən B-yə gəlsə 7, 8, 15 eləyəcək. Bundan da kiçikdir. 100 istəyirəm 15. Bunun davamı da var. Yox, bu elə 16-da qalır hələ ki. 16-da qalır. A-dan D-yə gəlirik. 7, D-dən C-yə gəlirik. 11, 11-dən 4, 15-i aldıq deyəsən. 7, 4, 4. 11, 4 və bu da 15. Doğru cavab C bəndi. Onsuz da variantlara baxanda 15-dən kiçik yoxdur deyə bu şəkildə seçə bilirik. 11-ci suala keçid alaq. 11-ci sual. Bu suala da baxırıq. Əslində az öncə dəyişdiyimiz kimi 7-ci sualdakı kimi biz də bunu dəyişə bilərik. Əslində daha yaxşı olmaqdan ötürü, görə bilməkdən ötürü ki aydın görək. Amma bura baxdığımız anda daha çox göstəriciləri olan üzərindən getməyə çalışsaq baxaq görə tapa bilirikmi? A-dan C-yə gəlirik. 18 burada var. Onsuz da. C-dən Y-yə gəlirik. Buradan Y-dən gələ bilərik. Buradan 14-ü də götürürük və ən nəhayət A-ya qayıtdıq. Belə olduqda baxırıq 18, bura gəldik 5, 23, üstünə 11, 34, üstünə 14, 48, üstünə də 6, 54. Elə bu variantlar arasında 54-ü tapmış olduq. Ən böyük dövrə bu oldu. 13-cü sual. Qonşuluq maddəsinə görə qonşuluq siyahısını müəyyən edin. Yenə də bu cədvəldən istifadə edib bu əlaqəni tapmalıyıq. Baxırıq ki, ilk olaraq A-nın əlaqəli olan təpələr B-dir, D-dir, Y-dir. Baxsaq burada B-dir, D-dir, Y-dir, B-dir, D-dir, Y-dir, B-dir, D-dir, Y-dir. Bu hər birində bu şəkildə gedir. İkinciyə baxsaq B-nin əlaqəli olduğu təpələr B, A-la, C-lə, D-lə, F-lə 4 dənəsi ilə əlaqəlidir. A, C, D, F. D bəndindəki variantı silə bilərik, çünki 3 dənə əlaqə var. Digərləri doğrudur. Keçirik. C-nin əlaqəli olduğu variantlara baxırıq. C, B-nə əlaqəlidir, Y-nə əlaqəlidir. B-lə və Y-lə B variantındakını silə bilərik. C burada artıq D-ni silmişik. B və Y qalır. D-yə gəlirik. D, A-la, B-lə, Y-lə, F-lə əlaqəlidir. A-la, B-lə, Y-lə, F-lə. D-ni artıq silə bilərik, çünki burada 3 əlaqə var. A, B, Y, F bu davam edir. D-ni də yazdıqsa Y-yə baxırıq. Y, A-la, C-lə, D-lə əlaqəlidir. A, C, D əlaqəlidirmi? Artıq Y variantındakını da silə bilərik. Çünki burada 4 əlaqə var və gəlib A variantı qaldı. Sadəcə bunu seçə bilərik. F-ə də baxsaq görürük ki, həqiqətən də B ilə D ilə əlaqəlidir. Doğru cavab. 13-cü sual. A təpəsindən L təpəsinə gedən müxtəlif yolların bu i-dir deyəsən, i təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Deməli bura gələcəyik buradan. Yenə də ilk çıxanlara 1 yazdıq. A-dan çıxanlara 1 yazdıq. Bundan sonra baxırıq ki, B-yə nə gəlib? B-yə 1 gəldiyinə görə 1 çıxdı. B-dən 1 çıxdı. B-dən 1 çıxdı. C-yə 1 gəldiyinə görə 1 çıxdı. Artıq baxırıq D-yə də 1 gəlib. D-dən də bütün çıxışlara 1 yazırıq. Y-yə gələn başqa varmı? Yox. 3 dənəsi gəlib. O zaman hər çıxışına da 3 yazırıq. F-ə 3, 1, 4 gəldi. 4 çıxdı. H-a 7 gəldi. 7 çıxdı. G-yə artıq 11 gəldi. 11 çıxdı. Və eyni zamanda buradan da 7 çıxmışdı H-dan. 11, 7, 18. 14-cü sual. Prototip model münasibətini əks etdirmir. Prototip model münasibətini. Robot, robotun məntiqi quruluş sxemi. Robot, robotun məntiqi quruluş sxemi. Bu doğrudur. Məktəb, məktəb şəkli. Doğru sayırıq. Avtomobil, avtomobilin texniki təlimat kitabçası. Texniki təlimat kitabçası. Bunun əsasında onu təsəvvür edə bilirik. Kompüter, kompüterin prosesoru və yaddaş qurğuları. Sadəcə prosesor və yaddaş qurğuları qeyd olunub. Elə doğru cavab budur. Bina, binanın evakuasiya planı. Bu da doğrudur. 15-ci sual. Riyazi model. Obyektin ölçüləri. Ümumiyyətlə, riyazi modellə bağlı elə ifadə keçmişdi. Buna aid də testlər işlənib. Obyektin ölçüləri dəqiqliklə əks etdirən hər hansı xammaldan hazırlanmış model. Xeyr. Obyektin strukturunu sxematik olaraq dəqiq əks etdirən model. Obyektin parametrini ədədlərlə tam dəqiq əks etdirən cədvəl şəklində model deyil. Obyektin elementləri arasında əlaqənin tənliklər şəklində ifadə edən model. Tənliklər
ifadədir. Budur da doğru cavab. Obyektin davranışına statistik verilənlərə görə diaqram şəklində göstərən model bu deyil, D bəndi. 16. Obyektlər arasında əlaqə nə zaman ağız informasiya modeli ilə ifadə olunur? Obyektlər arasında əlaqə iyerarxik struktura malik olduqda elə doğru cavab A bəndidir. Ağızda ilə iyerarxik strukturdur. 17-ci sual. Şagirdin çantasında hərəsindən 3 rəngdə qara, qırmızı və göy olmaqla qələmi, karandaşı və xəttkeşi var. Şagird bu ləvazimatlardan fərqli rənglərdə və hərəsindən bir ədəd olmaqla neçə üsulla seçə bilər? Hər kəs üçün aydın olsun deyə bunu belə yazmağa çalışım. Deməli, nələr var idi? Qələm, burada yazıram qələm var. Burada yazıram karandaş var və bir də xəttkeş var. Deməli, hansı hallarda ola bilər? Hərəsindən bir dənə götürə bilərik, hərəsindən də bir rəng ola bilər. Deməli, əgər fikirləşsək ki, qara, o zaman burada qara rəng ola bilməz. Qırmızı rəng ola bilər və burada isə göy rəng qalır. Yenə də burada qara rəngdirsə, bunun əks halı bu ola bilər də. Burada göy ola bilər, burada qırmızı ola bilər. Əgər qara rəng olsa, digər hallar bu şəkildə olacaq. İkinci halda necə ola bilər? Burada deyək ki, qırmızı rəngdirsə, burada qara rəng olacaq, göy rəng olacaq və yaxud da ki, göy rəng olacaq, qara rəng olacaq. Üçüncü halda isə, əgər burada göy rəngdirsə, burada qara olacaq, burada qırmızı ya da əksinə. Burada qırmızı olacaq, burada qara olacaq. Yəni, hər birində 2 hal olduğuna görə 2, 2, 2, yəni C bəndi. 6 hal oldu. 18. Doğru ifadələri müəyyən edin. Bütün ağızlar qraf hesab olunur. Bütün ağızlar qraf hesab olunur. Bu doğrudur. Harda bir yoxdursa, onları silə bilərik. Bunlar getdi. Əlaqəsiz qrafda dövrə ola bilməz. Burada dövrə var. Bir dənə də başqa bir dövrə ola bilər. Amma bu yanlışdır. Harda 2 varsa, bunları silə bilərik. Avtomatik olaraq 1, 4, 5 qaldı. Baxırıq, ağaçda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Ağaçda xeyr, bərabər ola bilməz. 3 də səhvdir. Qrafda təpələrin sayı tillərin sayına bərabər olar. Bəli, bu ola bilər. Ağac dövrəsiz əlaqəli qrafdır. Ağac dövrə yoxdur, əlaqəli qrafdır. B bəndini seçmiş oluruq. 19-cu sual. Qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edin. A təpəsindən gəlirik Y təpəsinə. Neçə müxtəlif yol olduğunu tapmalıyıq. Bunu bu şəkildə yaza bilərik. Deməli, baxaq görək ki, A-dan Y-yə necə gedə bilərik? İlk olaraq baxırıq ki, A-dan biz gedək B-yə, A-dan biz gedə bilərik C-yə. Bunu yazdım burada. İndi baxaq görək, B-dən hara gedə bilərik? B-dən A-ya qayıtmamız doğru deyil. Çünki hər təpədən ən çoxu bir dəfə keçmək olaraq yazılıb. Deməli, o zaman B-dən biz gedə bilərik D-yə. B-dən D-yə gedə bilərik. B-dən bir də gedə bilərik Y-yə. Artıq bunu bitirdik. Y-yə gələn bir halı yazdıq. Sonra baxaq buradan. D və Y-yə baxırıq. D-dən qayıda bilərik, amma şərtə görə qayıtmırıq. D-dən C-yə gedə bilərik. D-dən C-yə gedə bilərik və eyni zamanda D-dən F-ə gedə bilərik. D-dən F-ə gedə bilərik. C-yə gəlmişiksə C-dən A-ya qayıtmırıq. C-dən D-yə qayıtmırıq. D-dən gəlmişik onsuz da. C-dən Y-yə gedə bilərik. C-dən Y-yə gedə bilərik. Bura artıq gəldi, bunu sonlandırdıq. F-dən D-yə qayıtmırıq. F-dən Y-yə gedə bilərik. Və Y-yə getdik. Bunu da dayandırdıq. Bu hissəni bitirmişik. Baxaq görək C-dən necə edə bilərik? C-dən A-ya qayıtmırıq. C-dən D-yə gedə bilərik. C-dən başqa Y-yə gedə bilərik. Bunu da burada dayandırdıq. C-dən D-yə gəlmişiksə, baxaq görək D-dən B-yə gedə bilərik. D-dən B-yə gedə bilərik. D-dən C-yə qayıtmırıq. D-dən F-ə gedə bilərik. Sonra buradan baxırıq. B-dən hara gedə bilərik? B-dən A-ya qayıtmırıq. B-dən C-yə qayıtmırıq. B-dən Y-yə gedə bilərik. Və bunu da bitirdik. F-dən isə D-yə qayıtmırıq. Bir dənə Y-yə qayıdırıq. Deməli, baxsaq Y-yə 1, 2, 3, 4, 5, 6. 6 müxtəlif yol olduğunu tapmış olduq. 19-cu sual. 20-ci sual. Çəki matrisinə əsasən qraf haqqında doğru ifadələri müəyyən edin. Baxırıq buradan əslində bunu buradan ayıra bilərik. Görürük ki, burada nədir? Əlaqəli qrafdır. Diqraf deyil. Yəni A-dan B-yə, B-dən D-yə yol var. Bunlar hamısı simmetriklikdir. Buradan görə bilirik. Bunu əlaqəli qraf deyə seçə bilərik. Yönəldilmiş qrafdır. Diqrafda deyil. Harda doğruluğunu soruşur bizdən. Harda 2 varsa onları silə bilərik.
Harda 1 yoxdursa, onları da silə bilərik. Qalırıq 1, 3, 4. Qrafda Y təpəsi D və F tillərinə, D və F təpələrinə tillə birləşir. Y, D və F xeyr, birləşmir. 3 olanları da silsək, elə doğru cavab tapırıq. Qrafda yalqız təpə var. Baxdığımız anda yalqız təpə yoxdur. Ona görə 4 səhv idi. Qrafda dövrə var. Bəli, burada artıq deyək ki, bunları quranda artıq A-dan B-yə, B-dən başqa nəyə gedir? B-dən C-yə gedir. C-dən Y-yə gələn xətt var. Y-dən B-yə gələn xətt var. Y-dən B-yə gələn xətt var. Yəni bunlara baxdığımız anda bir neçə dənə ola bilər və dövrə də olduğunu görmüş olduq. 20-ci sualda bu şəkildə idi. 21-ci sual. Qonşuluq matrisinə uyğun qrafın əlaqəsiz olması üçün hansı təpələr birləşdirən til olmamalıdır? Deməli, ilk öncə gəlin təpələri yazaq. A, B, C, buradan D-ni yazaq, Y yazaq və F yazaq. Deyək ki, baxaq buradan. A-nın B ilə C-nə əlaqəsi var. A buradadırsa B ilə və C ilə əlaqəsi var. Digər yoxdur. B-nin A-la əlaqəsi var. B-nin C ilə əlaqəsi var. Bunu da çəkdik. B-nin başqa əlaqəsi yoxdur. C A-la əlaqəlidir. Bəli. C B-lə əlaqəlidir. C eyni zamanda D ilə əlaqəlidir. Bunu da çəkdik. Sonra D C ilə əlaqəlidir var. D Y ilə əlaqəlidir. Və eyni zamanda D F ilə əlaqəlidir. D də F ilə əlaqəlidir. Bunu da çəkdik. Y D ilə əlaqəlidir. Burada var. Y F ilə əlaqəlidir. Bu da burada var. F D ilə və Y ilə əlaqəlidir. Artıq bu da çəkilib. İndi bizdən soruşur ki, əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Burada bəli, artıq aydındır. Əgər burada fikirləşsək ki, məsələn, burada AC var. AC olmasa, yenə də bu əlaqə var, gördüyünüz kimi. İndi bizə ona görə lazımdır ki, daha diqqətli baxaq. Burada görürük ki, əgər biz bunu silsək, yəni artıq bunlar əlaqəsiz olacaq. Yəni C, D-dən söhbət gedir. Doğru cavab A bəndi 21-ci sualda. 22-ci sual. 1, 3, 5 və 10 kiloqramlıq qablarda gavalı, albalı, çiyələk və əncir mürəbbələri saxlanılır. Qabların ikisi dolabda, ikisi də stolun üstündədir. Məlumdur ki, gəlin bunu ən yaxşısı cədvəli quraq, ondan sonra maddələri bir-bir yoxlayaq. Deməli, ilk olaraq bizə var gavalı, sonra albalı, sonra çiyələk və əncir. Və ikisi dolabda, ikisi isə stolun üstündədir. Bunu belə yazıram. Deməli, stolda 1, stol 2. Bu şəkildə yazıram. Dolab 1 və dolab 2. Əlavə olaraq 4 dənə qab var. 10, 5, 3, 1 kiloqramlıq. Deməli, dolab 1, dolab 2, dolab 3 və dolab 2 yazıram. İndi bunları bir qədər bu formaya gətirək, saxlayaq. Bunları da ayıraq. Və deyək ki, burada qabdır, daha doğrusu bunlar mən D yazdım. Bunlar qabdır. Qab 2, qab 3 və qab 4. Belə yazaq. 10, 5, sonra neçə idi? 3 və 1. Kiloqramlıqları bu şəkildə yazaq. Və bunun içərisini gəlin dolduraq. İlk öncə bu şəkildə deyir ki, məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Albalı dolabda deyilsə, demək ki, stolunlardan birinin üstündədir. Birinin üstündəsə digərində olmaz, dolablarda olmaz. Bunu yazdıq. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda. Çiyələk mürəbbəsi dolabdadır. 3 kiloqramlıq qabda olan mürəbbənin yanına qoyulub. Deməli, çiyələk buradadır. 3 kiloqramlıq da buradadır. Bunun yanındadır. Deməli, çiyələk mürəbbəsi dolabdadır. Yəni, stolun üstündə deyil. Bunu bildik. Deyək ki, dolabdadır. Dolabdadırsa, dolabda digərləri həmin dolabda olmayacaq. Və bunun çəkisi 3 kiloqram deyil. Burada 3 kiloqramlıqda da yazır. Çiyələk 3 kiloqramlıq deyil. Əncir mürəbbəsi ən böyük qabdadır. Əncir mürəbbəsi o zaman 10 kiloqramlıqdadır. 10 kiloqramlıq qabda digərləri olmaz. Ən kiçik qab stolun üstündədir. Ən kiçik qab stolun üstündədirsə, o zaman belə qərara gələ bilir ki, çiyələk dolabdadırsa və ən kiçik qab da stolun üstündədirsə, o zaman çiyələk 1 kiloqramlıq deyil. Çiyələk 1 kiloqramlıq deyil. Avtomatik olaraq buradan bəlli olur ki, çiyələk 5 kiloqramlıqdır. Çiyələk 5 kiloqramlıqdırsa, digərləri bu şəkildə ola bilməz. Bunu yazdıq. Çiyələk dolabda idisə, bunu da buradan artıq çəkə bilərik. Ən kiçik qab stolun üstündədirsə, əgər bu arada bunları da yazaq. Bunu da yazmış olduq və burada görə bilirikmi, əncir mürəbbəsi ən böyük qabdadır. 10 kiloqramlıqdırsa əncir, belə deyim, 10 kiloqramlıqdırsa, bu artıq
Burada değil. Çünki çiyələyin 5 kiloqram olduğunu tapmışıq və yanındakının 3 kiloqram olduğunu tapmışıq. Düzdür? O zaman bu həmin əncir mürəbbəsi də stolun üstündədir. Əncir mürəbbəsini bu şəkildə yazsaq, bura artıq tamamlanmış olur. Bura tamamlanmış oldusa, cavabı üçün bir dənə variant qaldı, o da bura. Və 1 kiloqramlıq stolun üstündədir, 10 kiloqramlıq da oradadır, 3 kiloqramlıq da çiyələkdirsə, avtomatik olaraq buradan ala bilirik ki, daha doğrusu 5 kiloqramlıq da buradadırsa, avtomatik olaraq buradan ala bilirik ki, gavalı mürəbbəsi, yəni 1 kiloqramlıq ola bilməzdi, 3 kiloqramlıqdır. 3 kiloqramlıqdır və dolabdadır. Bunu bu şəkildə izah edim. Ümid edirəm ki, aydın oldu ardıcıllıq. Keçə bilərik 23-cü suala. Turist A məntəqəsindən birbaşa C, oradan da birbaşa D məntəqəsinə getmişdir. Deməli, turist, elə burada yazaq, A məntəqəsindən gedib C-yə. Oradan birbaşa D-yə gedib, oradan birbaşa gedib D-yə. Növbəti gün o D məntəqəsindən birbaşa B-yə, deyək ki, gətirdik bura, D-dən B-yə. Oradan da birbaşa F məntəqəsinə getmişdir. Oradan da birbaşa deyək ki, çəkdik bura. F. F-də bura çəkdik. F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y məntəqəsindən, gəlirəm bura, Y-ni burada yazıram. F-lə birbaşa əlaqəsi olan Y məntəqəsindən B və C-yə. B-yə və C-yə də əlaqə var. Bu arada A-dan C-yə gəlmişdik. Bunu da çəkək burada. Bu sxemə uyğun olaraq turist F məntəqəsindən A məntəqəsinə neçə yolla qayıda bilər? Turist F məntəqəsindən, yəni buradan A-ya neçə yolla qayıda bilər? Bu Y oldu. B və C. Y məntəqəsindən B və C. Bu Y-dir, bəli. Bu Y-dir, aşağıdakı F-dir. Bunu əslində bu şəkildə də sxemlə də çəkmək olar. Deyək ki, F məntəqəsindən gələ bilər A, daha doğrusu Y A-ya gələ bilər. Buradan gələ bilər B-yə, buradan gələ bilər A-ya 2. Buradan birbaşa gedə bilər 3. Gələ bilər Y-yə, B-yə qayıdar, buradan gedər 4. Bunu bu şəkildə yaza bilərsiniz, ya da bayaq göstərdiyim qaydalardan da istifadə edib yaza bilərsiniz. F-dən hara gedə bilər? F-dən Y-yə gedə bilər, F-dən B-yə gedə bilər. Y-dən hara gedə bilər? Y-dən C-yə gedə bilər, Y-dən B-yə gedə bilər. Düzdür. C-dən hara gedə bilər? C-dən A-ya gedə bilər. D-yə qayıtmağa ehtiyac yoxdur. Çünki gələcək yenə B-yə, təzədən Y-yə getməsi lazımdır. Ehtiyac yoxdur. Burada dayandıra bilərik. F-dən B-yə gələ bilər. F-dən B-yə, B-dən gedə bilər Y-yə. Buradan təzədən C-yə, daha doğrusu Y-yə, Y-dən bir dəqiqə bunu silək. F-dən gedə bilər B-yə, F-dən B-yə, B-dən Y-yə, Y-dən C-yə, C-dən A-ya gedə bilər. F-dən B-yə gedə bilər. B-dən D-yə gedə bilər. D-dən C-yə gedə bilər, C-dən də A-ya gedə bilər. Və F-dən əlavə olaraq bunu da yazmalıyıq. F-dən Y-yə gedib, Y-dən getməlidir B-yə, buradan gedə bilər D-yə, buradan gedə bilər C-yə, buradan da gedə bilər A-ya. 1, 2, 3, 4, yenə də 4 olduğunu buradan da görə bilirik. Daha dəqiq ikinci üsuldan tapmaq mümkündür. İndi rahat olanda birinci qayda ilə də tapa bilərsiniz. Qrafda A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Hər təpədən ən çoxu bir dəfə keçmək olar. Deməli, birinci növbədə A-dan N-ə belə gəlirik. 1. İkinci növbədə biz gələ bilərik. Buradan A-dan B-yə, B-dən N-ə 2. Sonra A-dan D-yə, D-dən B-yə, buradan bura 3. A-dan D-yə gələ bilər, D-dən C-yə gələ bilər, C-dən B-yə, B-dən N-ə 4. Və salam. Doğru cavab 4. Bunu yenə də bayaq göstərdiyim şəkildə yaza bilərsiniz. A-dan tutar ki, bir xət N-ə gedir, bir xət D-yə gedir, bir xət B-yə gedir. Buradan da çıxışları bir-bir yazıb yenə tapa bilərsiniz. 25-ci suala keçid ala bilərik artıq. Səlimə, Səməd, Elnur və Elmir Bakı Dövlət Universitetində 1, 2, 3 və 4-cü kurslarda təhsil alırlar. Məlumdur ki, bunu da yenə də bu şəkildə yazaq. Deməli, burada yuxarıda yaza bilərik. Səlimə, Səməd, Elnur və Elmir. 1, 2, 3, 4. Birinci, ikinci, üçüncü, dördüncü kurslarda təhsil alırlar. Burada yaza bilərik belə. Məlumdur ki, Səməd təhsilinin ilk ilində, Elnur isə son ilində deyil. Səməd təhsilinin ilk ilində deyil. Buraya eksi yazırıq. Elnur isə son ilində deyil. Tamam. Elmir universitetdə Elnuru artıq 3-cü ildir ki tanıyır.
Elmir universitetdə 3-cü ildir ki tanıyırlar. Tanıyırsa, demək ən azı hər ikisi 3 ildir oradadır. Və Elnur 4-cü kursda oxumursa, demək ki Elnur 4-cü kursdadır və Elmir 3-dədir. Bura belə yazaq da, yəni. Elə yəqin ki bunu yazmaq bizim işimizi görmüş olacaq. Deməli bunları da biz qoysaq avtomatik olaraq bunlar da, deməli burada boş yer bura qaldı. 1-ci kurs. Səlimə soruşur da, Səlimə 1-ci kursda təhsil alır. 26-cı sual. Çəki maddəsinə görə yönəldilmiş qrafın A təpəsindən D təpəsinə gedən ən qısa yolunu müəyyən edin. Çəki maddəsinə görə yönəldilmiş qrafın A təpəsindən D təpəsinə gedən ən qısa yolu müəyyən edin. Deməli, burada baxarıq yenə də A-nın B ilə, C ilə, D ilə, Y ilə. A-ya baxarıq. A-nı yazın burada. A-nın B ilə əlaqəsi var, C ilə əlaqəsi var, D ilə əlaqəsi var və Y ilə əlaqəsi var. Bizə lazım ki A təpəsindən D təpəsinə gedən ən qısa yolu. A-dan D-yə getdik. Bunu burada saxlayırıq. B-yə getmişiksə A-dan B-yə, B-dən gedə bilərik C-yə, B-dən gedə bilərik D-yə və bunu da burada saxlayırıq. B-dən gedə bilərik Y-yə. C-yə gəlmişiksə C-dən D-yə gedə bilərik. Aha, bunu da burada saxlayırıq. Y-yə gəlmişiksə Y-dən D-yə gedə bilərik. Bunu da burada saxlayırıq. C-dən yenə də burada yazırıq. D-yə gələ bilərik. A, C, D deyə. Sonra bunu da burada yekunlaşdırırıq. A-dan Y-yə gəlmişik. A-dan Y-yə, Y-dən də gedə bilərik yalnız D-yə. Bu da buradadır. İndi baxaq, hesablayaq, görək. AD məsafəsi AD 16-dır. Birinci buna baxırıq. AD 16-dır. Baxaq görək digərləri. A, Y, D neçədir? A-dan Y-yə 11, Y-dən D-yə 15, A, Y, D, A, Y, D 15-dirsə artıq bunu silə bilərik. Bunları yazıq. A, C, D. A-dan C-yə 15, C-dən D-yə, bu artıq daha çox edir. Bunu silirik. Bu da deyil. A, B, D. A-dan B-yə 10, B-dən D-yə, A-dan B-yə 12-dir. B-dən D-yə 5-dir, 17-dir. Bunu da silə bilərik. A, B, Y, D. A-dan B-yə 10, B-dən Y-yə 19. Bunu da silirik artıq. A-dan B-yə 12-dir. B-dən C-yə 10, 22-dir. Bu da yəqin ki 15-dir. Ən qısa 15 tapdıq. Çünki bu məsafələri hesablayanda. 27-ci sual. Uyğunluğu müəyyən edin. Statik model, dinamik model. Bilir ki, zamana görə modelin növləridir. Statik sabit idi. Dinamik isə zamanla dəyişən model idi. Kimyəvi birləşmənin formulu. Kimyəvi birləşmənin formulu statik modeldir. Dəyişməz. Burada yazırıq A. Video çəkiliş edən pilotsuz uçan aparat. Pilotsuz uçan aparatın burada bir nə iş görməsi ilə bağlı bir məlumat yoxdur. Ona görə sadəcə uçan aparat qeyd ediblər. Bu heç birinə getmir. Boruda təzyiqin dəyişməsini hesablayan proqram nəticəsi əslində olarsa daha yaxşı olardı. Hər halda bu nəzərdə tutulub. Təzyiqin dəyişməsini hesablayan proqramın nəticəsi. Çünki proqram bir dəfə yazılır. Dəyişmir. Bu nəticə olaraq götürsək, burada dəyişə bilər. Onu da aid edəcəyik biz bura. Gün ərzində nisbi rütubətin dəyişikliyi ifadə edən qrafik. Bu qrafik artıq bunu yoxlayan bir qrafik var. Bu C, D gəlir bura. Kitabın mündəricatı isə bu şəkildə qalır. 28-ci sual. Çəkili qrafda bütün dövrələri müəyyən edərək uzunluqları ilə birgə ifadə edin. Deməli, bu ifadəyə baxırıq. Elə bizdə də nümunə verilib. A-dan B-yə bura baxırıq. B-dən C-yə və C-dən A-ya. 4, 5, 9, 11, 20. Deməli, bir elə budur. Burada yazıram. A, B, C, A. Bax, bu dövrədən söhbət gedirdi. İkinci dövrədə necə baxa bilərik burada? Burada var A, C, D, A. A-dan C-yə, D-dən A-ya. Bu şəkildə. İkincidir bu. Üçüncü. A-dan B-yə gəlir. B-dən C-yə, C-dən D-yə bu şəkildə yazıram. A, B, C, D, A. Bunu yazdıq. Deməli, bunları silək bizi çaşdırmasın. Elə buna baxarıq. Y, D, C. Y, D, C.
Bir dövrə budur. D, C, Y yazaq da bura ki, buradan çıxıb bura qayıdıb. Bir dövrə buradır. Deməli bir daha baxaq. A'dan B'yə, B'dən C'yə, A'ya çəkdik. Bir bu. İkincisi A, C, D, A. Bunu çəkdik. Üçüncüsü A, B, C, D, A. Bunu çəkdik. Bu hissəni söhbət gedir. Bunu çəkdik. Dördüncüsü bunu çəkdik. Bunları çəkdik. Beşincisi A, B, A, B. Sonra C'yə gələ bilərik. Yəni Y'yə gələ bilərik. D və A'ya gələ bilərik. A, B, C, Y, D. A'ya gələ bilərik. Bunu da gedə bilərik. A'dan C'yə, Y'yə, D, A'ya. A, C, Y, D, A. A, C, Y, D, A. Bu şəkildə gedə bilərik. Düşünürəm ki, başqa nəsə qalmadı. Əslində bayaq elədiyimiz kimi, həmin bu yeni bir qədər aşağı çəkib daha yaxşı çəkmək olardı. İndi bu məsafələri hesablaya bilərik. A, B, C, A. Yəni bu verilmişdi. Bunu 20 yazırıq burada. A, C, D, A. Bunları silək. A'dan C'yə 11, C'dən D'yə 7, 18, 4 də bu 22. A, B, C, D, A, A, B, C. 4, 5, 9. C'dən D'yə 7, 16, 4, 20. 20'dir bu. Sonra Y, D, C, Y. Y'dən D'yə 8. Y, D, C, Y. 8, 7, 15, 18 edir. 18 yazdıq burada. Sonra A, B, C, Y, D, A. A, B, C, Y. A, B, C, 4, 5, C, Y. 3, 9, 3, 12, 8, 20, 4 de burada 24. A'dan C'ye, A'dan C'ye 11. C'den Y'ye 3, 14. Y'den D'ye 22. Bir de D'den A'ya 26. 26 da bu elədir. Ümid edirəm düz yazdım. 20, 22, 20, 18 idi bu. 24 ve 26 ölçülerini yazdık. 29 komşu olmasına göre informasiya modelini kurun. Burada yazırıq A, B, C, sonra D yazırıq, Y yazırıq, F yazırıq. Və bir də G də var. Onu da burada yazırıq. Deməli, bunları bu şəkildə eləyə bilərik. Baxırıq, A'nın B ilə əlaqəsi var, A'nın C ilə əlaqəsi var, A'nın eyni zamanda D ilə əlaqəsi var. Bunu yazdıq. B'nin A ilə əlaqəsi var və burada simmetrik olduğunu da görə bilərik. Bu şəkildə. Diğer halda B'nin A ilə əlaqəsi oldu. O zaman B'nin Y ilə F ilə əlaqəsi var. B'nin Y ilə F ilə. B'nin F ilə və Y ilə əlaqəsi olduğunu yazdıq. Sonra bunları yazmışıq. C'nin Y ilə F ilə əlaqəsi var. C'nin Y ilə və F ilə əlaqəsini çəkdik. Sonra D'nin A ilə olanı artıq digər tərəfə baxıram da bir tərəfə baxıram. Çünki digər tərəfi çəkdikcə burada olur. D'nin Y ilə əlaqəsi var və D'nin əlavə olaraq F ilə əlaqəsi var. D'nin F ilə əlaqəsi var. Bunları da yazdıq. Y hazırdır yəqin ki. Y'nin 3 dənə əlaqəsi olmalıdır. 3-ünü də yazmışıq. F'in 3 dənə əlaqəsi olmalıdır. 3-ü də burada var. C isə yalqız təpə olaraq bu şəkildə olmuş olur. Və ən nəhayət 30-cu suala gedirik. A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bir dəfə keçməklə gedən bütün müxtəlif yolları ağac informasiya modeli vasitəsilə ifadə edin. Bunu elə burada yazaq. A'dan hara gedirik? A'dan D'yə gedirik. Bura gələcəyik. Deməli, A'dan birbaşa D'yə gedə bilərik. Bu burada bitdi. Ağac şəklini göstərəcəkdir. A'dan biz gedə bilərik B'yə. A'dan biz gedə bilərik C'yə. Düzdür. A'dan B'yə gəlmişiksə, B'dən biz A'ya qayıtmır təbii ki. B'dən gedə bilərik D'yə. B'dən gedə bilərik C'yə. D'yə gəlmişiksə, bu da burada bağlandı. C'yə gəlmişiksə, B'yə qayıtmırıq. C'dən gedə bilərik D'yə. Bu da burada bağlandı. Bunun hamısını yazdıq deyəsən. Sonra C'yə gəlmişiksə, A'dan C'yə gedib, C'dən birbaşa D'yə gedə bilərik. Bu burada bağlanacaq. C'dən B'yə gələ bilərik. B'dən D'yə gedə bilərik. 1, 2, 3, 4, 5. 5 yol var. Və ağac şəklində də bu şəkildə tərtib elədik. Yəni D'yə getmək üçün neçə müxtəlif yol olduğunu deyirdi. Hər təpədən bir dəfə keçməklə. Deməli belə, dəyərli yoldaşlar, ümid edirəm ki, bu sınaqlardan yararlanırsınız. Hər birinizə uğurlar.